Gəlin baxaq görək indi idarəetmə uçotunun hansı mərhələləri var? Management accounting. Birinci başlayır hər şey planlaşdırmadan. Qarşımızda məqsəd var. Hansısa bir proyektə başlamaq üçün biz onu mütləq şəkildə planlaşdırmalıyıq. Bu qısa müddətli də ola bilər, uzun müddətli ola bilər. Ümumiyyətlə, planlaşdıranda şirkətin məqsədləri mütləq nəzərə alınmalıdır. Şirkətlər adətən iki yerə bölünür. Biri, belə deyək, kommersiya məqsədləri üçün gəlir əldə edən şirkətlər, yəni onun əsas məqsədi gəlir əldə etmək və gəlirlərini maksimallaşdırmaqdır, daha çox artırmaqdır. Digəri isə qeyri-kommersiya məqsədli şirkətlərdir. Qeyri-hökumət təşkilatları ola bilər, xeyriyyə cəmiyyətləri ola bilər və s. Burada isə sadəcə olaraq sosial status, reputasiya və s. yəni təqdim olunan xidmətlər əsas götürülür və s. Biz buna əsasən bu yoldan çıxaraq artıq planlaşdırmamızı edirik. Dediyim kimi, planlaşdırma ya qısa müddətli ola bilər, buna taktiki planlaşdırma deyirlər və yaxud uzun müddətli ola bilər, strateji planlaşdırma. Bunu növbəti slaytlarda mən üzərindən keçəcəm, hər biri nə deməkdir. Biz bu mərhələdə planlaşdırdıq, keçəcəyik növbəti mərhələ artıq qərar vermədir. Qərar vermə nədir? Bu təkcə iş mühitində deyil, istənilən bir proseslərdə və s. gündəlik həyatımızda da baş verən bir şeydir. Qarşımızda olan mövcud alternativlərdən sadəcə birini seçmək. Amma bunu seçərkən biz əlimizdə olan informasiyanı, məlumatları, mövcud şəraiti, yəni hər bir şey demək olar ki, mütləq şəkildə nəzərə almalıyıq ki, bizim düzgün qərar verməyimizə köməkçi ola bilsin. Belə deyək də, qərarımızı verdik, növbəti artıq mərhələ gəlir nəzarət mexanizminə. Çünki qərar verən zaman hər hansı bir seçimlə biz yola başlayırıq, onu icra edirik, amma mütləq şəkildə o icraya nəzarət etmək lazımdır ki, ən sonunda artıq siz harda olduğunuzu biləsiniz. Kənarlaşmalar varmı? Məsələn, büdcədir. İlin sonunda artıq büdcə təsdiqlənir. Növbəti il üçün siz buna nəzarət etməsəz, siz cari vəziyyətinizi bilməyəcəksiniz. Ona görə mütləq şəkildə bu nəzarət mexanizmi olmalıdır. Mən planlaşdırma mərhələsində bundan danışdım. Planlaşdırmanın növləri var. Strateji planlaşdırmadır, taktiki və əməliyyat planlaşdırması. Bu piramidadan yola çıxa bilərik. Aydın şəkildə verilib. Ən aşağı səviyyəsində piramidanın gündəlik planlaşdırmadır. Gündəlik nədir? Şəxsən öz təcrübəmdən deyirəm. Səhər işə gələndə mütləq şəkildə qeydlərimi aparıram. Yəni günün planı nədən ibarət olacaq? Bu sizə işlərinizi daha nizamlı formada qurulmasına kömək edir. Harda olduğunuzu müəyyənləşdirirsiniz. Yəni hansı tapşırıqlar yerdə qalıb. Rəhbərlik sizdən nə gözləyir və s. Üzrlü sayın, biraz qırılma olur. Mən mikrofonu bağlamalı oluram. Daha sonra növbəti, daha üst səviyyə taktiki planlaşdırmadır. Qısa müddətli planlaşdırma sayılır. Əgər sizdən sorursam, taktiki planlaşdırma üçün ən uyğun dövr, yəni mərhələ olaraq sizcə onu nə qədər müddət götürərsiniz? Yəni növbəti hansı dövr ərzində biz taktiki planlaşdırma edə bilərik? Aylıq adətən götürülmür. Taktiki planlaşdırmada normal olaraq 1 illik götürülür. Əgər siz 1 il ərzində, yəni növbəti 1 il üçün hər hansı bir planlar qurursunuzsa, bu artıq taktiki planlaşdırmadır. 3 il, 5 il, 10 il. Bu müddətdə isə artıq keçəcək növbəti mərhələyə buna strateji planlaşdırma deyirlər. Geri gəlmişkən bir şey qeyd edeyim. Bu operational planning ilə daha çox mütəxəssislər, icraçılar və s. məşğul olur. Yəni gündəlik planlaşdırma, gündəlik işlərlə. Taktiki planlaşdırmada menecer səviyyəsində, yəni orta səviyyəli menecer səviyyəsində olan şəxslər məşğul olur. Artıq strateji planlaşdırmanı isə rəhbərlik səviyyəsində olan şirkətin, belə deyək də, menecmenti məşğul olur. Növbəti 3 il üçün şirkətin siyasətini müəyyən edirlər, strategiyasını və s.